İsim bölməsi, sual 3. Choose the sentence with the noun in the possessive case. Yəli halda olan ismi işlənən cümləni tapmalıyıq. Ümumiyyətlə, yəli halın əsas göstəricisi cümlədə məhz apostrof s-dir. Lakin biz bilirik ki, is, was, has bu kimi əsas feillərin müəyyən qısaldılmış forması var ki, biz onu yəli haldan fərqləndirməliyik. A bəndinə baxsaq, Helen's new coat is grey. Burada deyir ki, Helen'in yeni paltosu boz rəngdədir. Burada apostrof s'in yəli hal olma ehtimalı böyükdür. B variantı, Helen's a new student in our form. Bizim sinifdə Helen yeni şagirddir. Buradakı apostrof s əslində izin qısaldılmış formasıdır. Çünki şəxs sonluğudur. Helen yeni şagirddir. Yəni bu yəli halın göstəricisi deyil. C variantına baxsaq, Helen's my best friend. Yenə də buradakı apostrof s isdir. Helen is. Helen mənim ən yaxşı dostumdur. D variantı, Helen's writing a letter. Buradakı apostrof s isə yenə də isdir. Lakin davam edici zamanda biz bilirik ki, to be'nin formaları işlənir və Helen 3-cü şəxsin təkindədir. Ona görə də burada apostrof s məhz isdir. Y variantında Helen's a schoolgirl. Yenə də burada apostrof s əslində isdir. Helen məktəbli şagirddir, yəni məktəbli qızdır mənasında. Ona görə də doğru cavabımız A variantıdır. Helen'in yeni paltosu boz rəngdədir.